Müsahibə suallarının izahı ilə videoya davam eləyirik və yenə də bizə müəllimlər bu gün müsahibədə düşən suallara göndəriblər. Vaxt itirmədən keçək bu sualların müzakirəsinə. Və bəzi suallar demək olar ki, təkrar şəkildə istifadə olunubdur. Məsələn, biz bayaqları burada qeyd eləmişdik ki, gün rejimi ilə bağlı 4-cü sualda gün rejimini demişdilər səhər seansında. Sonra isə 16-20 seansında yenidən, məsələn, ikinci suala diqqət edirsinizsə, burada baxın gün rejimi ilə bağlı yenə soruşulubdur. İndi gəlin başdan başlayaq. Bir də qeyd olunur ki, özünüzü təqdim eləyin. Özünü təqdim etməni bilirik. Ona görə bunun üzərində dayanmıram və plus işarəsi qoyuram. Yenə də videoda təkrarlayıram. Özünü təqdim etmə haqqında əhatəli video izah istəyirsinizsə 2 dəqiqəlik video şəklində YouTube səhifəmdə yerləşdirmişəm. Yəni oradan baxıb məlumatlı ola bilərsiniz. Davam eləyək gün rejiminin ikinci sualı. Gün rejiminin ardıcıllığı məsələsi. Gün rejimində müəllimlər günün birinci yarısı, ikinci yarısında olan prosedurlara əsasən deyəcəksiniz və rejim zamanı, yəni salamlaşmanın, səhər gimnastikanın, səhər yeməyinin, təlim və məşğələlərin keçirilməsidir, gəzintidir, nahardır, istirahətdir, oyundan sonraki fəaliyyətlərdir, ikinci gəzintinin olması, yəni axşam gəzintisinin və uşaqların evə yola salınması. Bu prosesləri ardıcıllıqda vurğulaya bilərsiniz və biz bu sualı test mərhələsinə hazırlaşanda çox gözəl hazırlaşdığımız üçün, yəni gün rejimində də bizim problemimiz olmayacaq. Uşaq ili nə vaxtdır? Bu suala müəllimlər necə cavab verə bilərsiniz? 2009-cu il uşaq ili elan olunubdur. Amma hər il ölkəmizdə uşaq ili belə də deyə bilərsiniz ki, hər il 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd olunur. Yəni həm 2009-cu ili vurğulamalısınız, deməlisiniz ki, bilsinlər ki, məlumatınız var. Bir də 1 iyun uşaqların müdafiəsi günün vurğulaya bilərsiniz. Ki bunlar hamısı bizim müsahibə kitabımızda yer alıb. Tərbiyəçi müəllim hansı keyfiyyətlərə malik olmalıdır? Yenə də sual çox rahat sualdır. Hər bir müəllimin, yəni üzərində çox düşünmədən cavablaya biləcəyi bir sualdır. Yəni bir müəllim necə olmalıdır? Müəllim məsuliyyətli olmalıdır, müəllim səbirli olmalıdır, müəllim şəfqətli olmalıdır, müəllim müşahidəçi olmalıdır, yaradıcı olmalıdır, idraki bacarıqlarını inkişaf elətdirən olmalıdır. Eyni zamanda uşaqlara nümunə olmağı bacaran, pedaqoji, psixoloji biliklərini daim təkmilləşdirən, yəni müsbət keyfiyyətləri burada vurğulayırıq ki, bu saydığım əlamətlər sualın doğru cavabıdır. Bizə sual verilə bilər. İndi bu müəllimlərimiz Bərdə ərazisində müsahibə mərhələsinə çağırılmışdılar və orada sual veriblər ki, nəyə görə 8 nömrəli bağçanı seçmisiniz? Deyə bilərsiniz ki, bu bağçanı seçməyimin səbəbi uşaqlara yanaşmada sistemlilik, müasir metodların tətbiq olunmasıdır. Mən də belə bir mühitdə həm öyrətmək, həm də öyrənmək istəyirəm. Komandanın ruhudur, inkişaf yönümlü mühit mənim üçün çox önəmlidir. Yəni sualı belə cavablandıra bilərsiniz. Hansı güclü və zəif tərəfləriniz var? Bu da müsahibə kitabımızın sualıdır. Və müəllimlər, burada biz bir dəfə canlı açanda da izah etmişdim və vurğulamışdım ki, zəif tərəf deyəndə özünüzü yıxıb baltalamaqdan söhbət getmir təbii ki. Zəif tərəf deyəndə, məsələn, bəzən biz mükəmməl olmaq istəyirik və nəzəriyyələrdən bu Karol Dweck nəzəriyyəsinin açar sözlərindən biridir. Sizin proqramda Karol Dweck yoxdur, amma ki, məlumatlı olan müəllimlərimiz var ki, Karol Dweckdə açıq düşüncə, qapalı düşüncə var idi müəllimlər. Açıq düşüncə müsbətdir, qapalı düşüncə biraz insanın bir şeyi bacarmadığı halda tez ruhdan düşməsidir. Və mükəmməlliyətçilik ruhunda olan insanlar əslində biraz qapalı düşüncəyə yaxındır. Məsələn, bir şeyi çox mükəmməl etmək istəyir, edə bilmədiyi halda tamamilə ondan vaz keçir. Və zəif tərəfinizdə bunu vurğulaya bilərsiniz ki, işimdə bəzən hər şeyin mükəmməl olmasını istəyirəm və bir çox hallarda və ya bəzi məqamlarda bu mükəmməllik alınmadığı halda bir qədər ruhdan düşürəm. Bu elə bilirəm ki, mənim
zəif tərəflərimdən biridir və çalışıram ki, bu məsələni aradan qaldırım. Yəni zəif tərəfiniz, əslində zəif tərəfinizi vurğulayırsınız, amma həm də burada siz yaxşı keyfiyyətinizi vurğuladınız ki, yəni bir işinizi görün necə yaxşı, ürək açan şəkildə qarşı tərəfə təqdim etmək istəyirsiniz. Güclü tərəfləriniz də ki, məsələn uşaqlarla asan ünsiyyət qurmağınız, valideynlə dil tapmağınız, onların maraq dairəsinə uyğun olan mühit qurmağınız, yəni bunları vurğulaya bilərsiniz. Qətiyyən burada çox da tərif xarakterli bir şeylər etməməliyik. Yəni necə? Nə çox özümüzü tərifləmirik, nə də yıxıb sürünmürük. Mutizm nədir? Mutizmlə bağlı bugün müəllimlərə başqa sual da verilmişdi. Bircə dəqiqə səhv eləmirəmsə bayaqlarım o sualı cavablandırdıq ya da mənim şəxsimə yazıblar. Ola bilsin ki, burada qeyd etməmişik. Mutizmlə də bağlı müəllimlər, yəni mutist uşaqlar necə olurlar? Bu sualı necə cavablandıra bilərik? Ümumiyyətlə mutizm uşağın danışıq qabiliyyəti olduğu halda danışmaqdan imtina etməsidir. Müsahibə kitabımızda sualı yer alıbdır. Var total mutistlər, selektiv mutistlər. Selektivlər seçici olurlar, yalnız seçdiyi insanlarla danışırlar. Total mutistlər ümumiyyətlə, yəni heç kəslə danışmırlar və bu məsələ, yəni mutizmlə bağlı bildiyiniz bu məsələləri vurğulaya bilərsiniz. Əqidəli müəllim və ya insan necə olmalıdır? Təbii ki, bu suala da necə cavab vermək lazımdır? Əqidəli müəllim öz prinsiplərinə sadiq olan, vicdanlı olan, məsuliyyətli olan, peşəsinə hörmət edən insandır. O uşaqların tərbiyəsində, yəni bunu sözlə yox, davranışı ilə rol model şəklində nümunə göstərməlidir. Yəni yalnız şablon ifadələr ötürməli deyil. Uşaqların idraki inkişafını, daha doğrusu idraki necə inkişaf elətdirərsiniz? Bu da bizim ən rahat suallarımızdan biridir. Çünki bağça məktəbə qədər də 4 inkişaf sahəsindən biri elə idrakla bağlıdır. O qədər əhatəli geniş danışmaq olar ki, bu sual əhatəsində, ətrafında. İdraki inkişaf elətdirmək üçün məşğələlərin adını çəkə bilərsiniz. Məntiqi riyazi təfəkkür məşğələsi, bədii təfəkkür, savad, təlim, ətraf aləmlə tanışlıq məşğələsi. Bunun daxilində müşahidə aparmaq, sual-cavab həyata keçirmək, müqayisə üsulundan istifadə etmək, eksperimentdir, qruplaşdırmadır. Yəni bu kimi üsullardan istifadə edərək uşaqların idraki bacarıqlarını formalaşdırmaq olar və ya məntiqi təfəkkürü formalaşdırmaq olar. Həmçinin psixoproseslərin adını çəkə bilərsiniz, psixoproseslərdəki təfəkkürü. Sonra uşaqlara sosial bacarığını necə inkişaf elətdirərsiniz? Bu da yenə bizim görürsünüz müəllimlər ardarda ki, inkişaf sahəsinə aid olan sual verilibdir. Yenə də sosial bacarıqlar deyəndə elə sosial, emosional inkişaf sahəsinin nəzərdə tutulurlar ki, sosial bacarıqları inkişaf elətdirmək üçün əməkdaşlıq mühitinə uşaqları cəlb etmək lazımdır. Uşaqlarda dinləmə bacarığı formalaşdırmaq lazımdır. Qrup oyunları, qrup işləri təşkil etmək, rollu oyunlar təşkil etməkdir. Birgə tapşırıqlar, yəni birgə fəaliyyətə əsaslanan uşaqlara tapşırıqlar verərik. Komanda fəaliyyətini dəstəkləmək lazımdır. Yəni bu kimi məsələlər uşaqların sosial bacarıqlarının inkişafına təkan verəcək. Uşaqların sağlamlığını necə təmin edərsiniz? Biz zaten gün rejimini təşkil etməklə uşağın sağlamlığını düzgün təmin edirik. Sadəcə bu suala necə cavab verməliyik? Uşağın sağlamlığı vurğulayırıq ki, təmizlikdən keçir, düzgün qidalanmadan keçir. Sağlamlığını həyata keçirmək üçün biz fiziki mədəniyyət məşğələsini bağçada tətbiq edirik. Uşaqlara hərəkətli oyunlar veririk. Bununla bərabər uşaqların açıq havada olmasına şərait yaradırıq. Yəni təmiz hava daxilində gəzintilər təşkil edirik, gigiyenik vərdişlərin öyrədilməsində iştirak eləyirik ki, bu da birbaşa uşaqların sağlamlığını qorumaqdır. Həmçinin sağlamlığı qoruduğumuz zaman biz valideynlə də əməkdaşlıq şəraitində oluruq. Yəni valideynlə də əlaqə qururuq ki, o da evdə bu prosesi davam etdirmiş olsun. Qiymətləndirməni necə apararsınız? Görün nə gözəl sualdır. Yəni mən bugünkü günün suallarından çox razı qaldım. Suallar yəni ki, məni məmnun elədi. Niyə? Çünki əgər müəllim test mərhələsinə hazırlaşanda mövzunu dərindən, qəşəng öyrənibdirsə, müsahibə mərhələsi onun üçün çox rahat olub. Çünki görürsünüz ki, müəllimlər hamısı demək olar ki, test mərhələsinə hazırlaşanda öyrəndiyiniz mövzulardır. Və qiymətləndirmənin aparılması. Qiymətləndirmədə vurğulaya bilərsiniz ki, uşaq inkişafının dinamikasına əsaslanaram qiymətləndirmə aparanda. Burada da müşahidələr aparar, müşahidə vasitəsilə uşağı qiymətləndirməsində iştirak eləyərəm. Sonra gündəlik qeydlər apararam. Şəxsi inkişafın izlənməsi qiymətləndirməsini ön planda tutaram. Çünki ən əhatəli, ən mərkəzdə dayanan qiymətləndirmə odur.
Düzdür, diaqnostiki yekun hesabatı kölgədə qoymuruq. Sadəcə olaraq ən çox istifadə etdiyimiz qiymətləndirmə şəxsi inkişafın izlənməsidir. Məsələn, biz hər gün uşağı müşahidə ediriksə, bunun özü də inkişafın izlənməsinə aiddir və qiymətləndirmə zamanı uşaqları qətiyyən biri-birləri ilə yox, öz əvvəlki nəticələri ilə müqayisə eləyərəm və burada məqsədim uşaqlara cəza vermək yox, əksinə onların inkişafını dəstəkləməkdir. Bizə sualınız varmı? Bizə sualınız varmı? Yəni bu sualı da sizə verirlər, sizə verməkdə məqsədləri. Yəni olar ki, ürəyinizdən keçən hansısa bir sual var, çəkinərsiniz bunu onlara söyləməyə. Ona görə sualı verirlər ki, rahat olub fikrinizi bölüşəsiniz. Sizin üçün də qaranlıq qalan özünüzün indi şəxsi yanaşmanız da ola bilər, şəxsi hansısa bir sual da verə bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, bağçada müəllimlərin peşəkar inkişafı üçün hansı təlimlər, daxili seminarlar keçirilir? Mən bu sualıma cavab almaq istəyirəm. Və ya bir çox kənd bağçalarında resurslarla, həmin bağçalar resurslarla əhatəli şəkildə təmin olunmur. Bilmək istəyirəm ki, növbəti illərdə yəni bu problemlər aradan qalxacaqmı yoxsa yox? Yəni bu spontan olaraq mən komissiya üzvlərinin qarşısında olsaydım onlara bu sualları ünvanlayardım. Siz də təbii ki, öz istəyinizə uyğun hansısa bir sual beyninizdə qalıbsa bu sualı onlardan soruşa bilərsiniz. Amma biz müsahibə sualları ilə yenə də davam edirik. Digər müsahibə suallarına keçək. Növbəti suallarla davam edirik müəllimlər. Eyni sualların üzərindən yəni xətt çəkəcəm, onlara baxmayacağıq. Hansılar ki, fərqlidir, o hissələrə toxunaq. Özünüzü təqdim edin və mutizm nədir sualına baxmışıq. Davam edirik autizmlə. Autizm ümumiyyətlə uşağın sosial münasibətlərdə, ünsiyyətdə və davranışda çətinlik yaşadığı bir inkişaf pozuntusu kimi qiymətləndirilir və belə uşaqların fərqli düşüncə tərzləri olur. Biz autizmli uşaqlarla işlədiyimiz zaman diferensial təlimi qoruyuruq. Yəni uşaqlar arasında ayrı seçkilik halına yol vermədən bərabər imkanlar şəraitində həmin uşaqlara münasibət göstəririk. Əlavə olaraq autizmin digər əlamətləri haqqında da məlumat, bilgi əldə etmək istəyirsinizsə, bunu da əldə edib deyə bilərsiniz. Niyə 10 nömrəli bağçanı seçmisiniz? Bunu bayaqlarım əslində 8 nömrəli bağçanı seçmisiniz məsələsində vurğulamışdıq. Ona görə bu hissəyə də toxunmuruq. Davam edirik. Kənd bağçasına düşsəydiniz, gedərdinizmi? Bəli, təbii ki, müəllimlər bu suala belə cavab vermək lazımdır ki, bəli, gedərdim. Məncə müəllim harada işləyirsə işləsin, orada uşaqların gələcəyi üçün məsuliyyət daşıyır. Bu həm şəhər ola bilər, rayon ola bilər, kənd ola bilər, heç bir fərqi yoxdur. Yəni əgər mən uşaqlara fayda verirəmsə, düşünürəm ki, məkanın burada heç bir önəmi yoxdur. Müəllim hansı xüsusiyyətlərə malik olmalıdır? Müəllimə xüsusiyyətləri yenə də keyfiyyət göstəricilərində bayaq vurğulamışdıq. Üzərinə əlavə edə bilərik ki, emosionallığının sabitliyi, müşahidəçi olması, səbirli olması, mehriban olması, məsuliyyətli olması, nümunəvi olması, yəni bu kimi dəyərləri müəllim özündə əks etdirməlidir və ən vacibi də müəllim əgər tərbiyəçi bağçada işləyirsə, o mütləq dinləməyi, anlamağı bacarmalıdır. Çünki valideynlə uşaqla işləyəndə mütləq bu əlamətlər, bu bacarıqlar bizə lazım olur. Qısqanc necə? Qısqanc uşaq var qrupunuzda, nə edərsiniz? Qısqanclığın səbəbini ilk öncə yenə müşahidə eləyərəm ki, bu uşaqlarda həmin o qısqanclığın yaranma səbəbi nədir? Bəzən olur ki, uşaqlar oyun paylaşmırlar və ya diqqət çatışmazlığından bu səbəblər yaranır və biz uşağa yenə fərdi diqqət ayırarıq, onu qrup fəaliyyətinə tədricən daxil eləməyə çalışarıq və müsbət davranışlarını tərifləyib paylaşma bacarığını oyun vasitəsilə uşağa ötürməyə çalışarıq. Yəni qısqanclığın əlamətləri də müxtəlif olur və bəzən uşaqlar böhran yaşadıkları dönəmdə bu əlaməti özündə göstərilir. Bir müddətdən sonra heç bu əlamətlər tamamilə aradan qalxıb, sıradan çıxıb gedə bilir. Müəllim uşaqla düzgün davranmır, nə edərsiniz? Yəni müəllim yoldaşınızı müşahidə edirsiniz ki, uşaqla düzgün davranmır. Təbii ki, birbaşa qarşı durma yaratmazdan əvvəl müşahidə eləyərəm prosesi, sonra sakit şəkildə öz həmkarıma, yəni etik çərçivə daxilində
ona düzgün davranış sərgiləmədiyimi bildirərəm. Uşaqla davranışının pedaqoji prinsiplərə uyğun olması barədə, yəni ona bir xəbərdarlıq eləyərəm və heç bir halda müəllim bu davranışını düzəltməsə, o zaman rəhbərliyə məlumat verərəm. Çünki burada əsas prinsip, əsas məsələ uşaqla düzgün davranmaqdır. Yəni uşaq bizdən qorxmamalıdır. Montessori ilə Vygotsky nəzəriyyəsinin fərqi nədir? Montessori uşaqların müstəqilliyidir, öz təcrübəsi ilə öyrənməsini önə çəkirdi. Müəllim orada sadəcə müşahidəçi olurdu, amma Vygotsky'da sosial mühit önəmli idi. Böyüklə uşaqların qarşılıqlı əlaqəsi önəmli idi. Yəni Montessori müstəqil öyrənmədirsə, Vygotsky birlikdə öyrənmədir. Aralarındakı fərq budur. Təlim və tərbiyə nədir? Müəllimlər, təlim deyəndə uşaqların bilik, bacarıq, vərdişlərinin öyrədilməsi prosesidir. Tərbiyə deyəndə isə uşaqda mənəvi, emosional, sosial keyfiyyətlərin formalaşdırılmasıdır. Yəni təlim sanki uşağı IQ səviyyəsi baxımından inkişaf elətdirir, tərbiyə isə insanlıq baxımından. Tərbiyə sanki daxili aləm, təlim deyəndə isə bilik nəzərdə tutulur. 1 və 3 yaşlı uşaqlarla hansı oyunları, yəni oynayarsınız və ya hansı oyunları keçirərsiniz? 1 yaşlı uşaqlarda məsələn hiss və hərəkət oyunları ön planda olmalıdır ki, burada gizlən qaç oyununu deyə bilərik, sonra topu at tut oyununu deyə bilərik, əl çal oyununu deyə bilərik. 3 yaşlı uşaqlarda isə rollu oyunları məsələn vurğulamaq olar. Mağaza, həkim, ailə və s. Yəni bunları vurğulaya bilərik ki, burada həm uşaqlarda idrak, həm sosial bacarıqlar, həm də dil inkişaf etmiş olur. Sonra scaffolding fəaliyyətini necə həyata keçirərsiniz? Ümumiyyətlə müəllimlər, biz bilirik ki, scaffolding Vygotsky nəzəriyyəsində istifadə olunan termindir və scaffolding fəaliyyətində biz uşaqlara müvəqqəti dəstək göstəririk. Müəllim uşağa yön, istiqamət verir, sonra da uşağın müstəqil addım atmasına şərait yaradıb özü geri çəkilir. Məsələn, tutaq ki, bir tapşırıq verəcək uşağa, əvvəlcə o tapşırığın nümunəsini göstərir, sonra da geri çəkilir və ya tapşırıqla bağlı əyani vəsait göstərir, sonra geri çəkilir. Scaffolding fəaliyyəti budur. Sindrom deyir bir xəstəlikdirmi? Deməli müəllimlər, sindrom bir xəstəlik deyil, bir neçə əlamətin birlikdə müşahidə olunduğu bir vəziyyətdir. Məsələn, Down sindromu bir xəstəlik deyil də, yəni genetik əlamətləri özündə əks etdirən bir xüsusiyyətdir. Oyunun təlimdə əhəmiyyəti, bundan nə qədər istəsəniz danışa bilərik. Çünki bağça uşaqları daha çox nəysə bir şey onlara öyrətdiyi zaman oyun vasitəsilə öyrənmənin tərəfdarıdır. Niyə? Çünki aşağı yaş qruplarında uşaqlarda idrak tam inkişaf eləmədiyinə görə biz birbaşa uşağı, yəni yalnız heç bir oyun olmadan, tərkibində oyun olmadan yalnız nəzəri biliklər vasitəsilə onlara nəsə öyrədə bilmərik. Ona görə də mütləq uşaqların məşğələləri keçdiyimiz zaman uşaqların maraq dairəsinə uyğun olaraq oyun prosesindən istifadə eləyirik. Bu zaman uşaq həm zövq alır, həm də öyrənərək inkişaf etmiş olur. Bugünlük suallarımız da bu qədər müəllimlər. Növbəti gündə yenə müsahibədə düşən sualları sizlə paylaşacağım. Əgər səhifəni yeni izləyən müəllimlərimiz varsa aranızda, səhifəni izləməyə alın, YouTube kanalına abunə olun, bildirişləri açıq saxlayın ki, videolar yerləşdiyi zaman sizlərə bildiriş gəlsin.